idxalını gözləyir. Bunu Ermənistanın İqtisadiyyat Naziri Gevorg Papoyan sosial şəbəkələrdəki hesabında bildirib. 2026-cı il yanvarın 8-nə olan məlumata görə Azərbaycan ərazisindən dəmir yolu vasitəsilə Ermənistana artıq 8485 ton Rusiya taxılı çatıb, 4103 ton taxıl, həmçinin 7600 ton Azərbaycan neft məhsulları, 6100 ton benzin, 1500 ton dizel yanacağı yoldadır deyə nazir qeyd edib. O xatırladıb ki, ötən il Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6580 ton taxıl gətirilib ki, bunun da 1000 tonu Qazaxıstan, 5580 tonu isə Rusiya mənşəlidir. Həmçinin 1210 ton Azərbaycan benzini də çatdırılıb. Papoyan bildirib ki, Azərbaycan neft məhsullarının yeni partiyasının gəlməsi ilə əlaqədar olaraq Ermənistanda benzin qiymətlərinin aşağı düşəcəyi də gözlənilir. Bəli, elə biz bu və digər istiqamətlər üzrə danışacağıq. Xüsusilə də qeyd eləməliyik ki, Ermənistan daxilində vəziyyət gərgin olaraq qalır. Mənim xalqıma yazığım gəlir ki, belə bir hakimiyyəti dinləməyə və yaşamağa məcbur qalıb. Bunu erməni politoloq elə Ermənistanın xüsusilə də Demokratik Alternativ Partiyasının sədri Suren Surenyans deyib. O bildirib ki, Ermənistan hakimiyyəti sakinin subyektivliyinin artmasından danışır. Halbuki minlərlə sakin bu yeni ili qaranlıqda işıqsız qarşılayıb. Bir sözlə, yəni belə bildirilir ki, hər bir erməni vətəndaşı bizim üçün vacibdir desə də Ermənistan hakimiyyəti hazırda bunu nümayiş etdirə bilmirlər. Azərbaycan benzini Ermənistana gedir. Ermənistanda bu səbəbdən benzinin ucuzlaşacağı da diqqətə çatdırılır. Ən azından bunu Ermənistanın İqtisadiyyat Naziri Gevorg Papoyan deyir. Digər tərəfdən isə Ermənistan daxilində hər keçən gün gərginlik biraz da artır. Milli Məclisin üzvü Sevil Mikayılova ilə biz bu və digər istiqamətlər üzrə danışacağıq. Sevil xanım, hər vaxtınız xeyir olsun. Vaxtınız xeyir olsun. Sevil xanım, artıq informasiyaları tamaşaçıların diqqətinə çatdırdıq və yenə də Ermənistan daxilindəki gərginliyin biz şahidi oluruq. Azərbaycanla əlaqələr yaxşılaşdırıldıqca, hətta Ermənistan parlamentinin sədri Alen Simonyanın bir açıqlaması oldu ki, Azərbaycan əraziləri hələ də bizim ərazimizdədir. Yəni, bizim ərazilərimiz daxilindədir ki, Almatı bəyannaməsinə əsasən o əraziləri də sözündən belə çıxır ki, Azərbaycana verməliyik. Bunun üzərindən danışsaq bütövlükdə 110 kvadrat kilometrlik ərazini də bu məsələnin içinə qatsaq, Ermənistanda bundan sonraki mərhələdə Azərbaycanla əlaqələrin yaxşı məcraya gəlməsi daxildəki prosesləri biraz da gərginləşdirəcəkmi? Ümumilikdə söyləmək lazımdır ki, Ermənistan daxilindəki vəziyyət durulmalıdır. Yəni, uzun illər Ermənistanda işğal faktına öyrəşiblər, uzun illər onlar Azərbaycanın ərazilərinin onlarınki olmağına öyrəşmişdilər və böyük Ermənistan mifi var idi. Amma bütün bu mif və uzun illər onların öyrəşdikləri siyasət darmadağın olduqdan sonra tamamilə fərqli siyasi reallıqlar ortaya çıxıbdır. Və bugün Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətdən gəldikdən sonra həyata keçirdiyi və ümumilikdə siyasi proseslərin fonunda yaranmış dəyişikliklərə görə də, yəni Ermənistanın həm siyasətində, həm xarici siyasətində, həm iqtisadiyyatında, hər bir istiqamətdə kifayət qədər dəyişikliklər müşahidə olunmaqdadır. Və Azərbaycanla münasibətlərin yenidən normallaşması, yəni biz artıq burada kommunikasiyaların açılması, ticari əlaqələrin bərpa olunması, eyni zamanda biz artıq sərhədlərin müəyyənləşdirilməsi proseslərini əgər ortaya qoysaq, bəli, bunlar növbəli şəkildə mərhələ-mərhələ həyata keçirilməlidir. Təbii ki, Ermənistanda bir qrup belə deyək, insanlar var ki, bu dəyişiklikləri heç cür qəbul etmək istəmirlər, onlar radikal mövqedə dayanıblar, onlar hələ də keçmişin notlarında kökləniblər, amma bu heç də reallığı dəyişmir. Və mən diqqətinizi cəlb etmək istəyirəm ki, Nikol Paşinyanın xüsusilə qarşıdan gələn seçkilər ərəfəsində xalqla təmasları kifayət qədər intensivləşib və daha məzmunlu xarakter alıbdır. Və Paşinyan öz alternativ, yəni siyasi rəqiblərinə cavabı da var və o
Ermənistanın artıq müstəqil dövlət kimi bərqərar olmasını önə çəkir, onun dövlət sərhədlərinin müəyyənləşdirilməsinin vacibliyini və bununla da dövlətin suverenlik hüquqlarının bərpasından artıq açıq şəkildə danışır. O, kilsə ilə bağlı siyasətini get-gedə daha da qəlizləşdirir. Yəni, bu məsələdə bəlkə də onu başa düşmək olar. O dini dövlət idarəçiliyindən reallıqda ayırmaq istəyir. Yəni bəlkə də bu konstitusiyada belə yazılmışdı, amma Ermənistanda Erməni Apostol kilsəsinin siyasətə nə qədər təzyiq və təsir göstərdiyi göz önündə idi. Və o real addımlar atır və qorxmadan, çəkinmədən irəliyə gedir və mən onun iqtisadi doktrinasında qeyd etmək istəyirəm ki, elə təxminən bu günlərdə 42 səhifəlik bir sənədlə çıxış edib, ortaya qoyduğu sənədi məzmunlu təqdim etdiyini də iddia edir və burada kifayət qədər maraqlı, yəni xalq üçün faktları da ortaya qoyub və söylür ki, 2018-ci ildən iqtisadiyyatı 50% qaldırmağa müvəffəq olubdur və ümumdaxili məhsul isə adam başına düşən çəkisi 2 dəfədən artıq artmışdır. Yəni, özünün əslində siyasi oponentlərinə bax bu cür real rəqəmlərlə deməli cavab verir. Siz az əvvəl Azərbaycan üzərindən, Azərbaycandan daşınmış deməli yanacaq məhsulları ilə bağlı danışdınız. Bu həqiqətən də Ermənistan üçün, Ermənistan iqtisadiyyatı üçün və məişəti üçün yenilikdir. Və artıq İqtisadiyyat Naziri bildirir ki, bu 80 dramdan, yəni aşağı düşəcəkdir onun qiyməti 1 litr üçün. Yəni bunun özü də müəyyən mənada bəli, yenə də əlbəttə ki, revanşist ruhlu insanların cəmiyyətdə kəsim olaraq qaldığını biz söylüyoruz. Amma daxildən müəyyən çətinliklər yaşayan və iqtisadi sıxıntıları olanlar üçün bu çox müsbət qarşılanır. Ona görə də get-gedə bu qüvvələr balansının və ümumilikdə Paşinyanı dəstəkləyən qüvvələrin deməli sıraslarının genişlənməsi də həmin o söylədiyiniz müxalif yönümlü şəxslər üçün də çox düşünürəm ki, ciddi bir arqument qoyur və bu proseslər parlament seçkiləri ərəfəsində təbii ki, dinamika almalı idi və almaqdadır. Amma məncə, əgər biz obyektiv baxsaq, Paşinyanın ortaya qoyduğu arqumentlər daha kəsərlidir. Sevil xanım, bir də Kərki, Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri var ki, bu məsələ üzərindən delimitasiya prosesində gedilsə, yəni bəllidir ki, həmin ərazilər Azərbaycana qaytarılmalıdır. Alen Simonyan verdiyi açıqlamada bunu mu nəzərdə tutur? Azərbaycan ərazilərindəyik deyir, yəni tam olaraq cəmiyyətə də aydın olsun deyə söhbət həmin o ərazilərdən qarşıdakı zamanda Ermənistanın çıxmasından mı gedir? Təbii. Yəni delimitasiya və demarkasiya prosesi irəliyə aparılır. Biz bundan əvvəl artıq belə də şimal istiqamətindən dövlət sərhədinin delimitasiyası və demarkasiyasının aparıldığını görmüşdük. Amma təbii ki, çox hissəsi qalır. Və sadəcə olaraq Paşinyan hökuməti belə bir təkliflə çıxış etmişdi ki, madəm ki, biz TRIP, yəni Ermənistan ərazisində layihəsini həyata keçirməliyik, vaxt da sıxır. Bildiyiniz kimi, burada artıq bir intensiv şəkildə görüşlər də keçirilir Ermənistan və Birləşmiş Ştatlar arasında və ona görə də o təklif edirdi ki, sadəcə olaraq istiqaməti dəyişək və cənuba keçək ki, yəni TRIP layihəsini başlamaq üçün dövlət sərhəddi dəqiq olmalıdır. Azərbaycan və Ermənistan arasında söhbət 110 kvadrat kilometrdən gedir və bu ümumilikdə sərhəd xəttini əhatə eləyir ki, eksklav ərazilər var və biz xatirinizdədirsə, delimitasiya demarkasiya prosesinin ilkin mərhələsində 2 kəndin Azərbaycana qaytarılmasını qeyd etdik. Amma bu ərazilər təbii ki, dəqiqləşdirilməlidir və 1991-ci il xəritələrinə qayıtmaq üçün, yəni Alma-Ata deklarasiyasında göstərilmiş o xəritəyə qayıtmaq üçün dəqiq ərazilərin nəzarəti bərpa olunmalıdır və ona görə də əgər bu nəzarət bərpa olunmasa, biz yəni bundan sonraki söylədiyimiz və Paşinyan hökumətinin çox iddialı şəkildə irəliyə apardığı iqtisadi, siyasi münasibətlərin dərinləşməsindən də söhbət aça bilmərik. Yəni paralel şəkildə bunlar aparılmalıdır və Simonyan da təbii ki, söylədiyimiz kimi
həm sülh müqaviləsinin imzalanmasında bu çox vacib bir faktor kimi çıxış eləyəcəkdir. Ermənistan dövlətinin rəhnini delimitasiya və demarkasiya ilə bağlı. Həm konflikt artıq geridə qaldığı üçün işğal olunmuş ərazi termini də, yəni münasibətlərdə qalmamalıdır. Yəni bizim üçün hazırki anda həmin o 110 kvadrat kilometr işğal olunmuş ərazi kimi hesab oluna bilər. Çünki Ermənistan müqayisəsindədir. Sevgili xanım, təşəkkürümüzü bildiririk. Təəssüflər olsun ki, zamanımız yekunlaşır. Minnətdarıq sizə fikirlərinizi bildirdiyinizə görə. Geri gəlmişkən sağollaşmazdan öncə bir məlumatı da diqqətinizə çatdırım ki, Ağdərənin Aşağı Orataq, Heyvalı, Çapar və xüsusilə də Çıldıran kəndlərinə ilk dəfə 89 ailə yola salınıb. Yəni artıq Ağdərəyə də köç başlayıb. Elə Ağdərədən olan keçmiş məcburi köçkünlərin də gözü aydın olsun. Bu xoş xəbərlə də efirimizi yekunlaşdırıram. Hər birinizə xoş həftə sonu arzulayırıq. Gələn həftə görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.